Bugün dərman allergiyalarından danışacağım. Dərman allergiyaları xalq arasında da çox ciddi qorxu yaradan bir problemdir. Çünki çox tez eşidirik, dərman aldıqdan sonra istər ağızdan, istər damardan ciddi bir şoka bənzər reaksiyonla bəzən xəstələr itirilə də bilir. Dərman allergiyaları dərmanların qəbulundan sonra klassik allerjik tepkilər şəklində, reaksiyalar şəklində özünü göstərə bilər. Bunlar dəridə qızarıqlıq, qaşıntı, üzdə, gözdə və dodaqda şişkinlik, bəzən qusma, bəzən də tənəffüs problemləri ilə özünü göstərə bilir. Bir çox hallarda isə anafilaksi dediyimiz şokla özünü göstərə bilir və xəstənin həyatı üçün ciddi bir təhlükə yaradır. Dərman allergiyalardan necə qorunaq? Dərman allergiyalarından qorunmanın birinci yöntəmi lazımsız, həkim tərəfindən təyin olunmayan, öz başına alınan dərman müalicələrindən qaçınmaq. İkincisi, dərmanları mümkün olduğu qədər, əgər həkim əks deməyibsə, xəstəxanada gözləm altında ala bilmək, xüsusən damar yolundan verilən dərmanları söhbət gedir. Əgər həkiminiz sizə bir dərman təyin edib və sizin o dərmana qarşı allergiyanız varsa və bu müalicəniz üçün çox vacibdirsə, o zaman istər həkiminiz, istər özünüz allerji doktoruna müraciət edərək eyni təsir gücünə malik fərqli bir qrupdan dərmanların təyin edilməsi, onun test edilməsi və güvənli şəkildə istifadəsi məsləhət görülür. Beləliklə, əgər dərman allergiyası ilə bağlı bir probleminiz varsa, poliklinikamıza müraciət edib sizə uyğun dərmanların təyin edilməsi və ya uyğun müalicənin alınması üçün dəstək ala bilərsiniz.